Salam, xoş gördük əziz dostlar sizləri Simurq TV-nin Görünməyən Tərəflər adlı podkastımızda. Bugünkü mövzumuz əsasən də biz valideynləri maraqlandırır. Nə üçün yeniyetmələr yeniyetməlik dövründə öz valideynlərindən uzaqlaşırlar? Sosial çevrələrinə, ətrafdakı dostlarına daha çox güvənib ailələrini, analarını və atalarını ikinci plana atırlar. Onların sözləri sanki bir ox olaraq onlara batmağa başlayır. Yəni yeniyetmələr valideynlərinin sözlərini anlamır. Məhz bunun görünən və görünməyən tərəflərini bu gün Simurq Psixologiya və Spiritalizm Mərkəzinin uşaq və yeniyetmə psixoloqu Əyyub Nağıyev ilə bərabər Niyə yeniyetmələr valideynlərdən uzaqlaşır adlı başlıqla Əyyub bəy ilə videomuza başlayırıq. Xoş gördük Əyyub bəy sizi. Necəsiniz? Çox sağ olun, siz nətərsiniz? Təşəkkür edirəm. Mən də salamlayıram öz növbəmdə hər kəsi. İnşallah əla bir mövzu olacaq. Mükəmməl, inanıram. Çünki həqiqətən də cəmiyyətimiz üçün çox lazımlı bir mövzulardan biridir. Və bizim mərkəzimizin necə deyərlər, sizin timsalınızda bütün uşaq və yeniyetmə psixoloqları bu sahədə bugünkü gün çalışırlar. Aha, Əyyub bəy, istərdim ki, ilk sualımdan başlayım. Yeniyetmələr niyə birdən-birə valideyni ilə əvvəlki kimi danışmır? Yəni buna səbəb nədir? Bunun bir neçə səbəbi var. Bu səbəblərdən təbii ki, ən vaciblərindən biri nədir? Yeniyetməlik dövrü ilə bağlı bir məsələdir. Yeniyetməlik dövrü adətən necə olur? Yəni bilirsiniz ki, uşaq 7, 8, 9, təxminən bir 10 yaşına qədər, yəni uşaq olur. Daha çox valideynlərdən asılı olur, bir müstəqil şəkildə olmur. Amma 11, 12, yəni yeniyetməliyə keçid dövründə, xüsusən də 14, 15, 16, 17 yaşlarında onlar müqayisə etməyə başlayırlar. Məsəl üçün, həqiqətən böyüdüklərini, artıq uşaq yox, yeniyetmə olduqlarını və yaxud da bəzən buna erkən gənclik də deyirlər. Elə olduqlarını müqayisələr əsasında deyirlər. Məsəl üçün, baxıb görürlər ki, təbii ki, bunlar necə olur? Daha çox intuitiv bazada olur. Yəni, hiss edərək bilirlər ki, məsəl üçün, görürlər ki, boylarımız böyüklərlə eynidir, çəkimiz eynidir. Daha sonra görünüşümüz bənzəyir çox hallarda. Səs tonumuz olsun, mimikalarımız, jestlərimiz olsun, düşüncələrimiz olsun və bütün bunlar birbaşa olaraq nə edir? Artıq onda belə bir düşüncə formalaşdırır ki, artıq mən böyüyəm. Və belə olduğu halda əvvəl bir də belə bir şey vardı, valideynlərlə münasibətlərdə, yəni daha çox onlardan asılı edici, indi artıq öz böyüklüyünü hiss etdiyi üçün təəssüf ki, burada həm biraz özünü təsdiq etmə məsələsi var, artıq yəni mən böyümüşəm, mən inkişaf eləmişəm, mən yetişkinəm, yəni asılı deyiləm, öz asılı olmadığını sübut etmə çabası var. Yəni bir məsələ daha çox bununla bağlıdır, amma təkcə buna bağlamaq da doğru olmaz. Bir başqa məsələlər isə nə ilə bağlı ola bilər? Ola bilər ki, valideyn həqiqətən onun ümumiyyətcə yeniyetməlik halı ilə bağlı olan qeyri-adi davranışlar, qeyri-adi xüsusiyyətlər, qeyri-adi deyək ki, hobbilər, istəklər bunları qəbul etmir və bunları qəbul etmədiyi zaman da birbaşa olaraq nə olur? Valideynlərdən daha çox uzaqlaşmağa başlayır. Əyyub bəy, belə bir sual vermək istəyirəm. Bəzən el arasında belə bir söz var, ərköyünlük eləyir. Yeniyetməlik dövründə bəzi yeniyetmələr, daha çox bir çox yeniyetmələr ərköyünlük eləməyə başlayır. Artıq belə deyək də dırnaq arasında öz əxlaqlarını, tərbiyələrini göstərməyə başlayır. Artıq o bir söz var, deyir kişilənmək. O da yekə qız olub artıq, dil uzadıb və sair və ilaxır. Bu tip hallarda siz valideynlərə ilk öncə hansı addım atmağı məsləhət görürsünüz? Mən ümumiyyətcə yeniyetmə ilə münasibətdə daha çox nəyə hər zaman tövsiyə edirəm? Dostluq münasibəti daha çox önəmlidir. Niyə dostluq münasibəti önəmlidir? Yəni, çox hallarda yeniyetmənin etdiyi davranışlar daha çox özünü təsdiq etmə məqsədi güdür. Yəni, belə bir məqsəd güddüyü üçün çox hallarda, bir çox hallarda, mən demirəm hər bir şeydə, məsəl üçün, çox ağır vərdişləri var və yaxud da çox, deyək ki, uyğun olmayan dostları ilə bir yerdəsə, bu hallarda təbii ki, bir qadağa, bir çıxış yolu olmalıdır. Amma onun bir çox hərəkətlərini daha çox qəbul etmələri və yaxud da ki, o istəkləri, qeyri-adi istəkləri orada, məsələn, birdən-birə görürsünüz ki, nə bilim, böyüklərə məxsus olmayan bir maraqlarla məşğul olmağa başlayır. Valideyn şikayət edir ki, birdən-birə nə bilim başqa dinlə maraqlanır və yaxud da birdən-birə qeyri-adi bir oyunlar oynayır. Daha çox hallarda onu araşdırsa və yaxud da uşağı dinləsə və yaxud da ki, o maraqlarla bağlı suallar versə, soruşsa, ünsiyyət qursa, o maraqlarda daha çox iştirak edəsə, məsələn, burada futbol oynamaq aiddir. Nə bilim, hər hansı bir deyək ki, film xarakteri ola bilər, hansı ki, özü üçün bir ideal obraz kimi seçib onları araşdırması olsa, bu zaman o yaxınlıq daha çox
çox olar. Amma təəssüflər olsun ki, bu mənada yox, sən belə olmalısan, elə olmalısan, ona hərəkət edirsən, bu sənə yaraşmaz kimi məsələlər birbaşa olaraq uzaqlaşdırır. Yəni dostluq münasibəti həqiqətən bu o tipli məsələlərdə çox önəmlidir uşaqla aranda bağın daha yaxşı olması üçün. Niyə? Məsələn, görürsüz, bir yeniyetmənin daha yaxşı yola gedir. Niyə? Çünki bir-birlərini daha yaxşı anlayırlar. Bir-birlərinin qeyri-adi hərəkətlərini daha yaxşı başa düşürlər. Amma valideynlərdə təəssüf olsun ki, bu məsələdə problem olanda çətinlik olur. Amma bir çox hallarda başa düşəndə demək olar ki, çox hallarda mən öz müşahidələrimə əsasən deyirəm ki, olmur sıxıntı. Belə bir sual vermək istəyirəm. Sizin bu cavabınızdan 2 sual yarandı hal-hazırda beynimdə. Elə ikisini də eyni vaxtda verəcəm. Ardıcıllıqla cavab verin. Əvvəl bəy, bəzən valideynlər elə dostluq eləməyə çalışırlar və məsəl üçün danışdıranda valideyni deyir ki, mən deyir ona dostluq eləyirəm, deyir onunla deyir vaxt keçirməyə çalışıram. Bəzən deyir ona deyir səhvlərini yumşaq formada ona bildirməyə çalışıram. Mən onun yaxşılığını istəyirəm. O isə bunu deyir təzyiq olaraq, yəni bir hücum olaraq qəbul edir və məndən qaçır. Bu birinci sualdır. Nə üçün bu baş verir? İkinci sualım isə belədir. Bu biraz maraqlı olacaq. Bəs valideyn yeniyetməyə o bir növ qeyri-adi hərəkətlər eləməyi, o necə deyək, istədiyi kimi əyləncəyə oynamağı daha çox şərait yaradarsa, bu yeniyetmənin gələcəkdə şəxsiyyətinin formalaşmasında bir infantil şəxsiyyət tipinin formalaşmasına gətirib çıxarmazmı? Təbii ki, gətirib çıxarar. Ona görə də burada məsələlərdə o deyir, hər şeyin bir həddi var, hər şeyin dozası var. Dozası var da, müəyyən dozada olduğu şəkildə, məsələn deyək ki, bu şərait 70%, 60%, 80% daha çox hallarda yaradılırsa və uyğun yerlərdə yaradılırsa, təbii ki, orada heç bir sıxıntı yoxdur. Amma necə gəldi, sən nə istədin eləyə bilərsən, nə istədin, hansı hərəkəti istədin, hansı davranışı istədin və ya kimlə nə deyə bilərsiniz buna bağlı? Bununla bağlı məsəl üçün nümunələr çəkə bilərəm. Öz praktikama əsasən deyirəm. Məsəl üçün bir dəfə bir yeniyetmə gətirmişdilər. Yeniyetmə problemi nə idi? Valideynin daha çox şikayəti bununla bağlıdır. İç saxlayır. Yəni 16-17 yaş var, iç saxlayır və bunu israrla istəyir. Təbii ki, həqiqətən uşaqdan da soruşduğum zaman görürəm ki, həqiqətən bunu çox istəyir. Zövq alır bundan. Bir maraq kimi, bir hobbi kimi. Və plus da iti bəzən də qucağına alır, məhəllədə gəzdirir. Amma valideyn də məsəl üçün çox aşırı formada deyir ki, elə bir şey ola bilməz. Onların əxlaq dəyərləri fərqlidir. Və sair və sair. Yəni nəsə bir problem yaranar, iyisi qoxusu dağılar və sair. Yəni bu məsələdə mən orada məsəl üçün demirəm ki, qoy necə istəyir saxlasın, dağıtsın, töksün, hər yer zirzibil olsun, yox. Amma bir ortaq nöqtəyə gəlinəsi bir məsələdir. Çünki siz ona qadağa etdiyiniz zaman birbaşa olaraq onu da eləyəcək. Məcburi qaydada eləyəcək. İçində bir aqressiya formalaşacaq, böyük bir aqressiya, yəni böyük bir istəyini, marağını qarşısına almışsın. Sonra başlayacaq başqa bir şeylərdə aqressiyanı sizdən çıxartmağa. Bir sual verə bilərəmmi? Onlar bina evində qalırlar yoxsa həyət evində? Həyət evində. Hə, onda imkanları daha geniş. İmkan balaca olsa da müəyyən mənada bir ortaq nöqtəyə gəlinməsi bir məsələdir. Və yaxud da başqa bir şey. Məsələn, deyir dinlə maraqlanır, xristian dinlə maraqlanır, kilsəyə falan gedir. Baxırsan, araşdırırsan, görürsən ki, uşaqdan soruşursan, deyir ki, maraqlıdır məsələn, İslam dinində belədir. Bilmək istəyirəm onlarda necədir, onların duası necədir, onların ibadət tərzləri kəşf eləməyə çalışır. Kəşf də, yəni başdan ayağa maraqdır. Amma məsəl üçün bir uşaq həqiqətən ola bilər ki, avara uşaqlarla oturub durur, yəni bütün günü, yəni baxırsan ki, orada bir nəzarət olmazsa, həqiqətən də yəni uçuruma doğru gedən bir məsələdir. Orada bəli, valideynin müdaxiləsi doğrudur. Amma maraqlarla bağlıdır, filmlərlə bağlıdır, xarakterlə bağlıdır, nəyinəsə belə deyə araşdırma, kəşf etməklə bağlısa, bu hallarda onları anlaması, ən azından bir ortaq nöqtəyə gəlmələri yeniyetmə psixologiyası üçün çox önəmlidir. Onun daha yaxşı inkişaf etməsi üçün. Əyyub bəy, bəzən yeniyetmələr öz belə deyək də erkən gənclik dönəmlərində valideynlərinə əsasda birinci dərəcəli qohumları, yəni burada ata, ana, qardaş, bacıdan gedir, böyük qardaş, bacılardan gedir söhbət. Əsasda ata, anaya yalan danışırlar. Onlardan qaçmağa çalışırlar. Ümumiyyətlə bu nə ilə bağlıdır? Hansısa bir hormonal dəyişiklikdən mi bağlıdır, yoxsa hormonal disbalanslıqla mı bağlıdır?
yoxsa burada hansı bir psixoloji aspektlər mi var? Bunu izah edə bilərsinizmi? Yalan danışma məsələsi, orada haqlısınız. Yeniyetməliyin bir xüsusiyyətlərindən biri də yalan danışma yox, yalana meylli olması ilə bağlıdır. Bu da nə ilə bağlı bir məsələdir? Məsəl üçün ilkin yeniyetməlik dövrünü götürsək, 10 yaş, 11, 12 yaşda burada uşaqlar daha çox yenə də başqalarının fikrini nəzərə alırlar. Məsələn, başqalarının atam nə deyər, cəmiyyət nə deyər, dostlarım nə deyər. Amma təəssüflər olsun ki, bu daha yetişkin yeniyetməlik 15, 16, 17 yaşda orada bilirsiniz necə bir vəziyyət olur. Yəni mən güclüyəm, mən hər şey edə bilərəm. Yəni özünü həddindən artıq çox yüksək qiymətləndirmə vəziyyəti olur və bu dəfə xarici amillərdən çox asılmır. Öz düşüncəsi ilə bağlı bir məsələlər olduğu üçün, yəni o insanın məsələn özünü qiymətləndirməsi daha çətindir. Başqasının səni qiymətləndirmənin yercəsi daha rahatdır, daha asan görür. Nəinki sənin özünü qiymətləndirmən. Belə olan halda onların bu tipli şişirdilmiş vəziyyətlərini bəzən valideynlər qəbul etmədikdə və bu şişirdilmə çox yüksək şəkildə onda həqiqətən yüksək egosentrizm yaranır və belə hallarda bir çox hallarda nə edirlər? Yalana başvururlar. Birinci səbəb bu proseslə bağlı olan bir məsələdir. Yəni bu artıq keçicidir deyək də, 19-20 yaşda düzələcək. İkinci məsələ ola bilər ki, yalan ona görə danışır ki, məsəl üçün istəklərini yerinə yetirə bilmir, onu ümumiyyətlə anlamırlar, onu başa düşmürlər, başqa bir yolu yoxdur. Yəni bir vasitə olaraq yalandan istifadə edir ki, nələrisə özünü təsdiq eləsin, özünü sübut eləsin. Bu məsələlərdən dolayı da yarana bilir. Bəzən elə sizin dəfələrlə biz mərkəzdə praktikanızda şahid olmuşuq, digər psixoloqların da praktikasında şahid olmuşuq. Yeniyetmələr öz, belə deyək də, öz otağına çəkilir, öz şəxsi alanına, şəxsi poliyasına, ərazisinə çəkilir və saatlarla öz otaqlarından çıxmırlar. Orada özləri ilə tənha qalmağa çalışırlar. Girib baxsan ki, heç nə eləmir. Məsəl üçün, ya uzanıb göyə baxır, ya sadəcə olaraq oturub nəsə fikirləşir, amma bunu artıq neçə saatlardır eləyir. Bu tip hallarda biz valideynlər SOS siqnalını çalmalıdır. Bu təbil bizim üçün, həyəcan təbili bizim üçün çalınmalıdırmı? Yoxsa biz sadəcə olaraq onun o beynində qurduğu hansısa fikirləri, ideyaları, biz özümüz də gənc olmuşuq, yeniyetmə də olmuşuq. Yəni məsəl üçün mən bəzən özümdən deyəcəm, bəzən otururdum, fikirləşirdim ki, o yeniyetməlik dönəmi əsasən həm də yer düşür, orta məktəbdə abituriyent dönəmdə mən daxil olacağam universitetə, filan şey eləyəcəm, behman, bunların xəyallarını qururduq. Məsələn, çox vaxtım valideynlərim yaxud da ki, elə qohum-əqrabam baxırlar, deyirlər, nə fikirləşirsən? Çünki mən bir yerə fiks olunurdum. Birdən mənə diqqətlə yəni çatırdı, belə kövt edəcəm. Birdən mənə çatdı ki, məni çağırırlar. Yəni o qədər xəyallar aləmində idi ki. Yəni bu tip hallarda biz valideynlər üçün həyəcan təbili çalınmalıdır yoxsa yox? Bəli, hansı halda olar o hissəsini deyim. Əgər günlərlə davam edirsə, 4 gün, 5 gün və yaxud da həftələrlə, aylarla davam edirsə, təbii ki, burada həyəcan təbili haqqında düşünmək olar. Yəni problem haqqında artıq araşdırma lazımdır. Yox, ara sıra olursa siz dediyiniz kimi, məsələn gündə bir dəfə olur, 2 dəfə olur və yaxud da ki, deyək ki, 1-2 gün olur və dəyişirsə, bu artıq normal prosesdir. İndi isə gələk mütəmadi olaraq bu nədən yarana bilər? Nələrə valideynlər daha çox diqqət etməlidirlər, o hissəsinə baxaq. Mütəmadi olaraq olursa, mütəmadi olaraq məsələn aqressivdirsə, mütəmadi olaraq sizinlə danışmaq istəmirsə, özünə qapanırsa, bunun bir çox səbəbləri ola bilər. Və ilkin səbəblərini gəlin götürək öz həmyaşıdları ilə. Yeniyetməlik dövrü ümumiyyətcə ən önəmli xüsusiyyətlərdən biri dostluq münasibətidir. Yəni dostluq münasibətində orada daha çox nədir? Məni qəbul etsinlər, özümü təsdiq etdirim kimi anlayışlarda. O da nə ilə bağlıdır? Həm öz həmyaşıdları, qızlar və oğlanlarla bağlı olan prosesdir. Yəni onların öz dostları ilə və ya sinif yoldaşlarına, məhəllə uşaqlarına arası yaxşı olduğu zaman təbii ki, özlərini daha dəyərli hiss edirlər. Amma məsəl üçün bu hallarda ola bilər ki, məktəbdə dostlar onu çıxdaş edir, sinif yoldaşları onu qəbul etmir və yaxud da ki, bir gülüş obyektinə çevirir bilər. Bu tipli hallar onları həqiqətən depressiv bir vəziyyətə çevirə bilər. Bununla bağlı çoxlu sayda demək olar ki, pasientlər var və görmüşük müşahidələr, oxuduqlarımız da bunu deyir və bir başqa məsələ isə ola bilər ki, sevgi məsələsi də o dönəm üçün də önəmlidir. Xüsusən də 16, 17, 18 yaş hər hansısa birinə
xoşları gələ bilər və yaxud da kimləsə danışa bilərlər və bunun uğursuzluğundan da övladınız belə bir vəziyyətə düşə bilər. Bu daha çox çevrə ilə bağlı olan hissəsi. Başqa hansı hissəsi ola bilər? Başqa ola bilər ki, ailə daxilində hər gün dava, şiddət, problemli, çətin ailədir. Bundan da ola bilər və yaxud da ki, ola bilər ki, elə əvvəlcədən övladınıza doğru düzgün sevgi verməmisiniz, diqqət verməmisiniz, zaman ayırmamısınız, birlikdə heç bir şeylər etməmisiniz, ümumiyyətcə çox soyuq davranmısınız. Davamlı şiddət, fiziki, psixoloji, bütün bunların təəssüflər olsun ki, 15, 16, 17 yaşında əgər varsa, onun intiqamı da onunla bərabər gəlir, bu da ola bilər. Yəni daha çox bu şəkildə bu aspektlərə baxsalar, düşünürəm ki, oradan nələrinsə fərqinə vara bilirlər. Yox, əgər fərqinə vara bilmirlərsə, onlar üçün çətindirsə, bir iş edə bilmirlərsə, bununla bağlı bizə və yaxud da ki, bir mütəxəssisə müraciət edə bilərlər. Çünki bəzən bu həqiqətən çox problemli bir vəziyyət ola bilər. Maşallah, sizin cavablarınızdan mənim beynimdə artıq ikili suallar yaranır. Yenə bir ikili sual vermək istəyirəm. Təbii ki, bu sualın cavabını bizim hər birimiz bilirik. Sadəcə olaraq izləyicilərimizə də bu necə deyərlər, açıq və aydın olsun deyə mən onların prizmasından sizə yanaşıram. Bir izləyici kimi mən də sizə sual verirəm hal-hazırda. Biz valideynlər, ümumiyyətlə valideynlər biz mütəxəssis olaraq bilirik ki, antisosial şəxsiyyət pozuntularından psixopatiya və sosiopatiya, narsistlik falan var. Bu sosiopatlıq yanlış tərbiyədən, yanlış çevrədən, sosial mühitdən, ailədən qaynaqlanır əsasən. Əgər ailə, bayaq sizin dediyiniz kimi, söz-söhbətli, problemli, davakarlı bir ailədirsə və bu ailənin bu prosesləri bir uşağın yeniyetməlik dönəminə sirayət eləyirsə və həmən dönəmdə o uşaq yeniyetməlik belə deyək də çağlarında sosiopatlığa nə qədər meyilli ola bilər? Bu əvvəldən problem varsa, yəni uşaqlıqdan varsa, yəni xüsusən də 0-6-0-10 yaş aralığında elə bir ailədə böyüyübsə və o proses yenə də davam edirsə 14, 15, 17, 18, yəni orada risk amili demək olar ki, yüksəkdir. Yəni çoxdur. Bunda belə çıxır ki, bu uşaqların uşaqlıqdakı o belə deyək davranış pozuntularına baxmaq lazımdır, varmı? Bir də belə bir sual vermək istəyirəm. Bəzən bizim indi cəmiyyətimizdə elə Azərbaycan cəmiyyətində də elə ailələr var ki, bir evin içərisində bir neçə ailə yaşayır da, məsələn, iki qardaş, öz həyat yoldaşları və s. və axır. Bir də görürsən ki, dəfələrlə elə şahid olmuşuq. Mənim özüm də, siz də elə praktikanızda da mən özüm də şahid olmuşam. Özüm də indi görürük, təbii ki, seanslarda bilirik. Dəfələrlə olub ki, məsələn, pasiyent gəlir, deyir ki, məsələn, adam filan şeyə icazə vermirdi. Əmmin yoldaşı, məsələn, evdə qalıblar, iki qardaşın, yəni arvadı da, üzr istəyirəm, uşaqları da orada qalır. Məsələn, deyir, anam evdə yox idi, yaxud da evdə idi, mən hansı bir səhv hərəkət elədim, əmmin yoldaşı məni döydü, yaxud xalam məni döydü, bibim məni döydü və s. və ilaxırda, dayı arvadı məni döydü və anam buna reaksiya bildirmədi, yaxud da ki, anam da gəldi üstündən məni döyürdü. Bu tip hallar yeniyetməlik çağlarında həmin o yeniyetmələrin öz valideynlərinə qarşı cinayət törətməklərinə apara bilərmi və yaxud da ki, cinayət törətməsələr nə qədər təhlükəlidir bu uşaqlar? Bu daha çox nədən asılıdır, bu cinayət məsələsi? Əvvəldən uşaqlıq dövründən problemlər çox olubsa və həmin siz dediyiniz dövrdə, yeniyetməlik dövründə o proseslər bir neçə dəfə yerli-yersiz aşırı döyülən uşaqlar var. Aşırı döyülən, yəni uşaqlıqdan proses davam edirsə və yeniyetməlikdə də o tipli məsələlər olursa bir neçə dəfə, ola bilər ki, bir dəfədən, ola bilər ki, bir neçə dəfədən bir yeniyetmə bunu edə bilər. Siz dediyiniz məsələni edə bilər. Amma daha çox ümumi götürsək, yəni uşaqlıq dövrü 10, 12, 13 yaşına qədər olan dövr normal keçib, sadəcə bəzən olubdur və indi də bəzən elə şeylər olsa, orada çox da belə şey olduğunu düşünmürəm. Amma ümumi götürsək, varsa uşaqlıqda davam edirsə və indi də davam edirsə, ola bilər. Risk amili burada da yüksəkdir. Çünki niyə artıq o aqressiyanın içərisində bir uşaq vaxtı ilə toplayıb, onda gücü çatmayıb, onda bir belə deyək, elə bir şərait olmayıb.
ya boyun əyib, ya vurub qırıb dağıdıb, amma daxillərdə, lap dərinlərdə o dəyərsizlik, o yetərsizlik, o intiqam hissi qalır. Bəli. Və yeniyetməlik vaxtında, xüsusən də 15, 16, 18 yaşında o güc əldə etdiyi üçün bəzən o yığılmış həmin o aqressiya yığılır. Həmin müddətdə hansı o partlama həddində bir yeniyetmə hər şey edə bilər. Yəni Aynen. belə deyək də, düşündüyümüz, düşünmədiyimiz hər şey edə bilər. Ona görə də bu məsələlərdə həqiqətən diqqətli olmaq lazımdır. Belə bir sual da vermək istəyirəm Əyyub bəy. Bəzən valideynlər yeniyetmələrin ətrafına, sosial çevrəsinə aşırı müdaxilə eləyir. El arasında bir söz də var, mama uşağı, ana uşağı, hətta qızı da, oğlu da elə bir həddə çatdırırlar ki, onun sosial çevrəsi o ana uşağı, sən mama uşağısan sözünü uşağa demək, yeniyetməyə deyirlər artıq. Ki, atasının, anasının sözündən hərəkət edirsən, əşin olacaq, həyətə düşürsən, ana deyir, yox, düşmə həyətə, niyə düşürsən həyətə? Ana da hiperkontrolculuq edir də, aşırı qayğı göstərir. Bu tip hallarda yeniyetmələrə hansı tiyonu verə bilərsiniz? Yeniyetmələr valideynlərinə necə davransın ki, valideynlər də nə etməlidir anlamalı, hansı tərzdə anlamalıdır ki, bu uşağı belə eləmək olmaz? Burada yeniyetmənin deməsi baxımından da birinci ilk olaraq valideynlər baxımından gəlin deyək. Yəni bu bir şeyi nəzərdə saxlayaq ki, yəni bir uşaq bir şeyi çox istəyirsə, demək ki, onun üçün dəyərlidir. Özünü dəyərli hiss etmək üçün oynamaq istəyir, sosiallaşmaq üçün oynamaq istəyir, özünü təsdiq etmək üçün oynamaq istəyir, xüsusən də yeniyetmədirsə və bunu bir valideyn ümumiyyətcə başa düşməlidir. Və belə halda ən azından problemli uşaq olsa da və yaxud da hava şəraiti falan çətin olsa da, mövsümə uyğun olmasa da, ən azından bunu nəzərə alaraq bir tam uşağın dediyi kimi yox, müəyyən dərəcədə icazə verməlidir. Yəni, bu mütləqdir. Yeniyetmə baxımından götürsək, yeniyetmə isə burada məsəl üçün özünü ifadə edə bilər, deyə bilər ki, ana, bu mənim üçün həqiqətən dəyərlidir. Mən düşmək istəyirəm, oynamaq istəyirəm. Bəzən düzdür, bu yeniyetmələr bunu necə deyirlər? Darıxıram, sıxılıram, qala bilmirəm, getmək istəyirəm. Onu istəyirəm. Düzgün necə desinlər? Düzgün bu vəziyyətdə ola bilər ki, indi bu yeniyetmə bir çox hallarda yeniyetmələr bunu başa düşürlər yoxsa, amma bizim verilişimizi izləyərək, əgər yeniyetmə izləyən varsa bunu deyə bilər ki, bu mənim üçün, bax sənin üçün bir anasan, deyək ki, 35 yaşın var, 40 yaşın var. Necə ki, münasibət məsələsi önəmlidir. Həyat yoldaşının sənə sevgi verməsi, sənə qayğı verməsi, diqqət verməsi, sənin karyera baxımından irəli getməyin sənin üçün önəmlidir, özünü dəyərli hiss edirsən, yetərli hiss edirsən. Bu da mənim yaş dövrümdür. Bu yaş dövründə də mən daha çox oynamağı, daha çox sosiallaşmağı, daha çox ünsiyyət qurmağı və yaxud da ki, onlara nələrsə sübut etmə yaşımdır. Yəni, bunlar vasitəsindən əslində mən nə edirəm? O həmin gənclik dövrünə qədəm qoyuram. Özümü əslində nə edirəm? Belə deyək, sınaqlardan keçirdirəm. Ünsiyyətlə, sübut etməklə, danışıqla və s. sosiallaşmayla, bütün bunlar vasitəsilə əslində mən nə edirəm? İnkişaf edirəm. Bunlar olmasa, zaten bunlar olmayacaqsa, mən nə edəcəm? Psixoloji baxımdan, bir çox məsələlər baxımından geri qalacam. Yəni, sən bir ana olaraq istəyirsənmi? Mən bu məsələlərdə geri qalım. Həqiqətən, yəni, bunun cavabı daha çox budur. Bu şəkildə bir şeylər demək olar. Belə bir sual vermək istəyirəm Əyyub bəy sizə. Siz məsləhət görürsünüzmü? Yeniyetməlik dönəmində valideynlər öz övladlarını, məsələn, oğlanlarını da, qızlarını da aidiyyatı üzrə nevroloqa, androloqa, ginekoloqa, endokrinoloqa və psixoloqa hansı vaxtlarda aparmalıdırlar? Məsələn, hansı yaş ərəfəsində artıq valideynlər öz övladlarını bu ixtisaslaşmış həkimlərin qəbuluna aparmalıdır? Təbii ki, bunun cavabını mən bilirəm, amma izləyicilərimiz üçün istəyirəm ki, burada daha çox xüsusən də hormonal dəyişiklik olduğu dövrdə təbii ki, endokrinoloqa aparmaq daha doğrudur. İndi bu uşaqlarda bəzilərində 9-10 yaşında, bəzilərində 11-12 yaşlarında olur. Nevroloqla bağlı məsələlərdə hansı ki, daha çox belə necə deyim, yuxu problemi var. Ümumiyyətcə bəzən yeniyetmələr deyir, başım ağrıyır, şiddətli baş ağrılar kimi məsələlərdə. Psixiatriya isə ümumi davranış pozuntusu varsa, həqiqətən orada
diaqnozu üçün önəmlidir. Və ümumiyyətlə davranış və əlavə olaraq da psixoloqa. Niyə? Çünki orada ümumiyyətlə bəzi şeylər var ki, orada həqiqətən araşdırmaq, baxmaq lazım ki, bu davranış pozuntusunun altında nə yatır, hansı məsələlər yatır. Yəni hormonal məsələlərdir, yoxsa valideyn-uşaq münasibəti ilə bağlı məsələlərdir, yoxsa daha çox çevrə ilə bağlı olan məsələlərdir. Bunlar həqiqətən yeniyetməli dövr üçün nədir? Önəmlidir. Ümumiyyətlə sözünüzə qüvvət olaraq mən də bəzi izləyicilərə bildirmək istəyirəm ki, uşaqlarınızı ilk belə deyək də elə 10-11 yaşlarından aidiyyatı üzrə sadaladığımız bu həkimlərə aparın, yoxlatdırın. Çünki orada artıq məsələn oğlanlarda testosteron səviyyəsi qalxır, estrogenlər enir, estrogen qadın hormonu, testosteron kişi hormonudur. Qızlarda isə tərsinə olur, testosteron aşağı düşür, estrogenlər artır və hormonal balans pozulur. Orada mütləq tiroid stimullaşdırıcı hormonlar, TSH dediyimiz, sərbəst T4, sərbəst T3 yoxlanılmalıdır ki, o dönəm ərzində baxmaq lazımdır, qalxına bənzər vəzinə dərəcədə fəaliyyət göstərir. Çünki bir çox hallarda yeniyetməlik dönəmində bu hormonal disbalanslıq yarandığına görə də hormonal balansın pozulmasından qaynaqlanan panik ataklar yaranır. Özünüzün dəfələrlə bu tip pasientləriniz olubdur. Və hansı ki onları siz elə yönləndirirdiniz. Aidiyyatı üzrə həm hormonal müalicələrini alırdılar düzgün, həm də ki sizdə seanslarla mükəmməl nəticələr əldə edirdilər. Eyni zamanda məsəl üçün indi ola bilər ki, mən problemlərin adını bilməyə bilərəm, çünki mənim ixtisasım deyil. Bəzən hormonal disbalanslıq yaranır, oğlan uşaqlarında sinə böyüməsi baş verir, belə deyək də çanaq nahiyəsində böyümələr baş verir, qız uşaqlarında tüklənmələr baş verir, sinəsində, boynunda, kişi kimi üzündə tüylər çıxmağa başlayır. Sırf bu tip şeylərə görə əziz valideynlər zamanında övladınızı aidiyyatı üzrə həkimə aparmağınız məsləhətlidir. Və son olaraq belə bir sual vermək istəyirəm Əyyub bəy sizə. Ümumiyyətlə valideynlər, iki sualımı verəcəm yenə. Valideynlər yeniyetmə ilə sağlam və etibarlı münasibəti qurmaq üçün hansı 3 qızıl qaydaya riayət eləməlidir? Ən birinci qayda mənə görə yeniyetməlik dövrünü, yeniyetməlik dövrünü anlamaları. Ən azından onlar anlaması çətindirsə, məsəl üçün yeniyetməlik dövründə uşaqlarda nə kimi dəyişilir? Sas düzümündə olur, geyimlərində olur, doğrudur, müxtəlif hərəkətlərində olur, nə bilim oyunlar seçmələrində olur və s. Ən azından onu başa düşmələri çətindirsə, özləri öz yeniyetmələri haqqında düşünə bilərlər. Mümkün deyil bir insan, yəni 30-40 il bundan qabaqda olsun, orada bir fərqliliklər olması o yeniyetməlik dövründə. O bizdə də olub, böyük ehtimal ki onlarda da olub, hər bir illərdə olubdu. Yəni onu başa düşmələri, ən azından biraz göz yummaları daha yaxşıdır. Çünki belə olduğu zaman onlar valideynlə daha yaxşı yaxınlaşırlar, nəinki başqa uşaqlara. Yəni başqa uşaqlar yaxşı uşaqlar da ola bilər, amma problemli uşaqlar da ola bilər. Hansı ki, problemli uşaqlar sizin övladınızın həyatını məhv edə bilər. Birinci məsələ bu. İkinci məsələ daha çox burada nə məsələ önəmlidir? Özlərini sübut etmələri üçün müəyyən şərait yaratmaq. Bu oyun oynamaq ola bilər, telefon oyunları ola bilər, amma təbii ki aşırı formada olmayaraq və yaxud da bu futbol oynamaq ola bilər və yaxud da hər hansı bir hobbilər ola bilər və yaxud da ki bir qeyri-adi idman hərəkətləri edə bilər və s. danışıq şəkilləri ola bilər, hərəkətləri, yerişləri ola bilər. Hansı ki o şəraitlər nəticəsindən əslində övladlarınız özlərini, böyüdüklərini sübut edirlər. Bu da önəmlidir. Bir başqa məsələ isə daha çox nədir? Onlarla birlikdə dediyim kimi zaman keçirmək, maraqlanmaq, soruşmaq, sən nəyə xoşlayırsan, nəyə görə xoşlayırsan, gəl birlikdə edək, gəzək, sənin maraqlarından bu tipli hallar əslində yeniyetmələrin valideynə daha da açılmasına, daha da bağların güclənməsinə xidmət edən daha çox nədir? Hallardır, vəziyyətlərdir. Son olaraq bir sual vermək istəyirəm. Yeniyetmələrin valideynlərdən uzaqlaşmasının görünməyən tərəfi nədir? Görünməyən tərəfi daha çox ümumiyyətcə demək olar ki, ünsiyyət qurmaq istəmir. Demək olar ki, ünsiyyət qurmaq istəmir və davamlı olaraq aqressivdir. Yəni bu ipucular həqiqətən çox önəmlidir. Yəni bu hallarda əgər maariflənmə nəticəsində məsələn bizim dediklərimizə, başqa mütəxəssislərin dediklərinə əsasən bir şeylər dəyişə bilmirsə, həqiqətən praktikada bu zaman dəstək olarsa daha yaxşı olar. Yəni ümumiyyətcə uşağın uzaqlaşması və davamlı olaraq aqressiv olması bu
hallar həqiqətən çox belə vacib görünməyən tərəflərdir deyə bilərik. Təşəkkürlər Əyyub bəy. Çox sağ olun. Bizi bu podkastımızda maarifləndirdiniz, izləyicilərimizlə qarışıq. Və son olaraq əziz izləyicilər, bizim hər birimiz bir çox hallarda elə gənclik dövründə də, ailə həyatı qurmamışdan öncə də, ailə həyatı qurduğumuz dövrlərdə də övlad sahibi olmanın, oğlum olsa adını belə qoyacağam, qızım olsa onu belə paltarlar alacağam, belə bəzəyəcəm, adını belə qoyacağam kimi düşüncələrlə təbii ki, düşüncələrimiz olubdur. Yəni fikirləşmişik, yaşamışıq da. Məhz Tanrının, Allahın bizə bəxş etdiyi övladlarımızı bizim cəmiyyətimizə doğru düzgün şəkildə yetişdirmək üçün mən və mənim timsalımda Əyyub bəy və Əyyub bəyin timsalında isə digər bütün mütəxəssislərimə, digər bu tip maarifləndirici podkastları izləyib öz övladlarınızı cəmiyyətə sağlam şəkildə yetişdirməyinizi şiddətli şəkildə tövsiyə edirəm. Sonda isə əziz dostlar, bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz bizim podkastımızı Simurq Psixologiya və Spiritualizm Mərkəzinin sponsorluğu ilə izləyirsiniz. İzləmədə qalın.